bu vaxta qədər niyə almamışam? Məhsulu aldım. İnanın o qədər qəşəngdir, o qədər super bir şeydir. Yəni məncə əgər varınızdırsa bilmirəm, amma yoxunuzdursa mütləq alın. Bu məhsul 1200 watt gücündədir. Yəni ki, istədiyiniz kimi rahat şəkildə həm xalçanın üzərini, həm də ki, belə bizim kimi parketin üzərini təmizləyə bilirsiniz, laminatın üzərini. Bu bu tükü üçündür. Bu hissəsini görürsünüz, ağız hissəsi tük üçündür də. O birisi isə, buradakı başlığı isə sadə, adi toz soran başlığıdır, amma onunla da tük yox. Baxın, mən kuxlanı toz soranlamışam, içərisində bu qədər zibil var da, yəni çox super, əla, nə bilim, ideal deyərdim də, yəni məhsuldur. Mütləq nədir, alın. Onun üstündə onu Instagram üçün çəkdiyim videosunu da inşallah paylaşacağım, görərsiniz yəqin ki. Linki yoxdur, yəni linkli bir məhsul deyil də, sadəcə mən Trendyoldan başqa məhsullar tapıb sizin üçün qoyacağım. Burada da kişmiş qoymuşam, çox almışdım, belə yudum, təmizlədim, qəşəng qoymuşam ki, qurusun, üzərinin nə qədər çəki var, hamısı axdı, suda getdi. Qurusun, sonra yığacam bankaya, uzun müddət istifadə eləmək üçün belə rahat şəkildə təmiz və rahat. Burada da bir-iki qablarım var. Onları da yumalıyam. Ət pişirməliyəm, daha doğrusu toyuq pişirməliyəm, toyuq soğuz eləyəcəm. Çünki neçə vaxtı quru yeməklər yedik. Bu da şordur, toyuq üçün çıxartmışam, hal-hazırda məşğələdədir. Verəm gəlsin, bundan verim biraz yesin, ac olacaq, onun üstə nə versən yeyəcək. Şor verərəm, biraz deyilsə də yeyər. Daha axşama soğuz pişirirəm. Belə qızlar, siz nə edirsiniz? Bu da mənim gözəlim, göyçəyim. İkinci yaxşı ki var dediyim. Bu birincidir, yox, bunu düzəliş eləyim. Bu birinci evdə nə yaxşı ki var dediyim məhsulumdur. Maşallah, maşallah, göz dəyməsin qızıma. Üzərdə səs çıxardı, indi onu usta çağırmalıyıq, bilmirəm. Qalıb elə. Bu sonuncu aldığım isə ikinci məhsul. Yəni bunlar nə yaxşı ki var deyəcəyim məhsullardır. Bu da mənim nə yaxşı ki var dediyim hayaşıcımdır. Hayaşıcım. Mən buna sataşıram belə, buna belə sataşıram, yıxıdıram bunu. Bu da yolluyur, mənə cırmaq atır, ağız atır. Mən də bunu belə oynadıram. Çünki mənim bunu belə oynatmaq xoşuma gəlir. Dəcəl. Nə göstərim qızlar. Deməli, mən güllərim bilirsiniz ki, çox idi. Çox idi deyəndə daha çox deyil deyə az idi. Sadəcə olaraq o güllərin qabları narahat idi. Deməli, bu gül çox idi, yəni içərisində kökləri. Bunu çıxartdım, belə suya qoydum. Bunu gül qabı alacağım, bunu da əkəcəm. Bu da eyni ilə, bunu da yenə kökünü çıxartmışam, onu da suya qoyacağım. Və burada isə nələr var, nələr, baxın, baxın. İşdən torpaq demişdim, gətirmişdi dayı sağ olsun. Orada bağbanımız var bizim, yığmışdı mənim üçün kloka. Getdim, burada güllərimi dəyişmişəm. Birisi mənim gülüm bir dənə qabdaydı. Bu qırmızı ləçəkli gül. Onu dəyişdim, artırdım daha doğrusu. 1, 2 və içəridə də var, o da 3 olacaq. Və bu birisi gülüm də eyni ilə bu gül də yenə artırmışam. İnşallah ki möhkəm olar. Bu xanımın da qabı yaxşı deyildi, bunu da dəyişdim. Ümid edirəm ki o da tutar. Yəni duxusu var, tutmasın da onun. Çünki o mənə yığıb boğacaq. Evin ən narahat, ən normalli canlısı odur. Bezdirib məni. Belə qızlar. İşlərimi görüm, söhbət edək sonra. İndi də həyətə düşürük. Bütün günü 2 dəfə düşdük. Daha doğrusu məni bezdirib ki, məni həyətə düşür. 3 dəfə düşdük. Nə geyindirirəm, tərləyir. Bilmirəm bu tərləmənin axırı nə olacaq. Üçüncü ki 4-ə çəkmiş ya. Yükləşdirib düşürdürəm həyətə. Görə indi yenə tərləyəcək. Və qayıtdım, evdəyəm, yenidən ev işləri görürəm. Buranı mümkün qədər sərgiyə salmağa çalışıram ki, pişiyin yeri rahat olsun. Bu isə mebelin əlavələridir, orada yığılıbdır. Hələ ki gözləyirəm, görək onun axırı necə olacaq və burada da paltaryonun üzərini silməyə çalışıram. Paraşok tökülübdür. Ümumiyyətlə evin işi bitmir onsuz da. Bu da fabriklikdən çox uzun müddət aldığım belə bir əskidir. Hansı ki bununla siləndə daha tez təmizlənir şüşənin üzəri. Bunu bu günləri istifadə edəcəm. Hamamda güzgünü silməkdən ötəri uzun müddətdə almışam, evdə gözlədirdim. Axır ki dedim, yox, bu günləri artıq işlətmək vaxtıdır. Və güzgüləri sildim, çox qəşəng oldu. Sizə deyim ki, mən bəyəndim, siz də alın əgər istəyirsiniz. Birlikdə gedirik nənəmizgilə.
Bir kamaz zibilimiz var. Gülü də aparıram anamgilə. Bundan məndə var idi, böyütmüşdüm. İndi bir çoxalmış hissəsindən birini aparıram onlara. Və gedirəm gəlinizə qurbanlıq üçün paltar baxmağa. Ona görə video mütləq sona qədər izləyin. Burada isə həm Toğrulun oyuncaqlarını aparırıq, həm də bizim bir ventilatorumuz var idi. O da çoxdandır, heç bir şey yaramırdı evdə. Ona görə onu da aparırıq nənəsigilə. Fikirləşirəm ki, artıq bizim oyuncaqlara ehtiyacımız yoxdur, çünki Toğrul böyüyübdür. Yarpaq biçmişəm. İndi bunu Bükürəm qızlar. Mən də. Qış üçün yarpaq qoyuram. Axşamdır. onu özdə mən götürmüşəm, mən biçmişəm. Bir əlində özdə Kilosunu biçmişəm. bir dənə dayanda kilosunu 9 manat aldım. 10 manata deyirdi dayı. Mənim iş yerimin yanında kilosu 12 manata satırlar. Baxın görün necə bəyənirsiniz. Bu da mənim oğlumdur. Bütün işlərdə sənə kömək eləyər. Licbi dərs oxumasın. Belə şeylərlə heç arası yoxdur. Bu yarpağını 4 dənəsini bağlamışam. Burada da biraz qalıb. Deyirəm birini də bağlayayım. O hələ ki 5 dənəsi varımızdır. Bəlkə nə vaxtsa yenə də bağlayaram. Amma bilmirəm dəqiq. 1, 2, 3, İnşallah bərəkətli olsun. 4 dənə də 5 elməsi, 6, 7, 9. Bu gün o qədər qəribə keçdi ki, hər dəfə bir fərqli yerdən video çəkəsi oldum. Əslində bazarlıq videosu çəkməli idim, ancaq dərs olsun ki, çəkə bilmədim. Oradan gəldik, çıxdıq Novxanaya, çünki həm video çəkiş eləməli idik, həm də müştəri evdən çıxmışdı. Belə səliqəli düzəltdiyimizə görə dedik, biraz da evdə nəysə bir maraqlı videolarımız olsun. Ümumiyyətlə biznes quranlar üçün sosial şəbəkə çox böyük rol oynayır. Həqiqətən də biz bunu burada hiss etdik. Hava çox gözəldir. Novxandayıq qızlar. Baxın belə bir mənzərədə siz də çay içə bilərsiniz, dincələ bilərsiniz, rezerv etməyə tələsin, istirahət edin, havanın dadını çıxardın. Axşam orada qalmışdıq, səhər tezdən duranda elə orada yedik, içdik, durduq, düzəldik, işə. Görürsünüz necə səliqəli, estetik videolar çəkirəm. Siz də mütləq gəlin, istirahət eləyin, videolar çəkin. Özünüz üçün tarixə gözəl günlər, anlar yazın. Həyəti artıq doldururuq əşyalarla, yəni ki, şezlongdur, sonra zontikdir, istifadə olunacaq bütün stol və s. belə şeylərlə yaya hazırlayırıq. Siz də gəlmək istəsəz mütləq yazılın əvvəlcədən və növbəti gün isə artıq iş yoldaşlarımla gəlmişik. Onlara da söz vermişdim çoxdandır ki, sizinlə maraqlı gün keçirdək bir dəfə. Onlara çox uzun müddət əvvəlcədən söz vermişdim. Hər dəfə deyirdim gətirəcəm, sadəcə müştəri olduğu üçün girə bilmirdik. Burada da müştəri varsa, deməli bizim ruzi bərəkətimiz var. Ona görə açığı müştəri olanda kim nəsə bura gəlmək bizə sərf etmir. Əminəm ki, dostlarımız da bunu normal qarşılayır. Bizim biznesimizdir, pulumuzu buradan çıxardırıq belə deyək. Yəni əsas kreditlərimizi ödədiyimiz yerdir. Ona görə də belə vaxtımız olandan olana ancaq dost tanışla yığışmağa burada imkan eləyirik. Ya bilmirəm sizin üzünüzü çəkənmədim, yoxsa nəsə? Bir dənə sıkım var, yiyə duramırsan. Bir dənə gözlərim var, yiyə duramırsan. Evli, mutlu, çocuklu. Bəli, yenə də öz bildikləri, doğru bildikləri qaydalara əsasən hərəkət edirlər. Bəlkə də doğru deyil, amma belədir. Sizin üzünüzü çəkim xanım. Səsin də gözəlsin. Biz yəqin mənə bir dənə maraqlı bir söz nədir? Siz keçən dəfə də Məncə də. Mənə görə dünyanın ən gözəl yeməyini bişirirəm hal-hazırda. Biber, badımcan, pomidor qızartması. Amma biber yoxdur. Pomidorla badımcan qızardıram. Və çox dadlı olacağına əminəm qızlar. İnşallah ki bişsin. Yəni duz problemimiz var həmişə. Bilməm duzunu az səpirəm, çox səpirəmsə onda biraz qarışıqlıq olur. Pomidor da olamışam. Lay. Bu isə mənə qalan hissəsidir. Belə yeyirəm. Qəşəng. İncə ləzzət edir mənə.
Burada da büzüşdürdük halim. Görə dünyanın ən dadlı yeməyi bu yemək ola bilər. Badımcan, pomidor və biber. Biberimiz yoxdur, təəssüf olsun ki. Qızardırsan belə lay olur ləzzətli yemək. Yəni mənim ən sevdiyim, favori yeməyimdir. Burada da yoldaşım sağ olsun mənim üçün isti çörək alıbdı və ayran alıbdı. Şimdi bunu nuş edəcəyik. Ayran tutmadıq yoxdan. Bizi yemişik. İndi də Torul bəyin istəyi üzərinə popcorn eləmişəm. Bu evdəki arzular tükənmir. Ay bacı, hərəsi bir şey istəyir. Mən dönəyim də canımın dərindən evmişəm ki, narazılıq olmasın. Biri badımcan istəyir, biri popcorn istəyir. O birisi Allah bilir nə istəyir. Sağ olun. Gətirdim. Buyur. Harada oturursan? Allah'a şükür. Mən şükür eləyim, sən şükür eləyəsən. Popcorn eləyəndə mən Allahıma şükür eləməli olan da mən. Bu vəhşi də ki, burada vəhşilik eləyir ancaq. Vəhşilik eləyir. Baxırıq, doğru. Anamın üstünde oturdum. Nəyə baxacaq? Çevir görək, nə baxaq? Ben o kuyruğuna oturdum. Oturmamışım, nə atamam. Komedixananı qoş baxaq. Heç olmasa bu boyda popcorn elədiyimə dəysin axşam. Biz komedixanaya baxırıq. Komedixana son bölüm. Deməli, bu oğlan yatıbdı. Mənə popcorn elətdirdi ki, anama popcorn istəyirəm. Axşam 1 saatında popcornu elədim. Özdə başını qoyub, üzü belə yatıb. Saat ucu 11'ə qaldı. Bizim evin vəziyyəti budur. Sabah iş yoxdur, Allah'a şükür. Ama yani böyle de yapılmaz be çocuğum. Yapılmaz. Haksızlık anneye karşı. Balamın ayağı yara oldu bir ayakkabıdan, ona bakın. Aslında dönerim ayakkabı ayağını vurur ortopedik. Uşağım incidir. Bir tane bu sağ olsaydı.